Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, əziz izləyicilər, sizi xəbər kanalımızda salamlayırıq. Bu videoda 26 avqust 2026 tarixində Azərbaycan ərazisində gözlənilən hava şəraiti barədə ətraflı məlumat verəcəyik. Əgər hava proqnozlarını izləyirsinizsə, videonu bəyənməyi, kanalımıza abunə olmağı və bildirişləri aktivləşdirməyi unutmayın. İndi isə keçək Azərbaycanın müxtəlif bölgələrində 26 avqustda gözlənilən hava şəraitinə. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən 26 avqust tarixində Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi şimal və qərb rayonlarında qısa müddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimal olunur. Yağıntının bəzi ərazilərdə leysan xarakterli və intensiv olması, hətta ayrı-ayrı yerlərdə dolu düşməsi ehtimalı da var. Dağlıq ərazilərdə gecə və səhər saatlarında arabir duman müşahidə oluna bilər. Küləyin isə əsasən şərq istiqamətindən əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Azərbaycanın aran rayonlarında hava əsasən isti və quru keçəcək. Gündüz saatlarında temperaturun 33-dən 37 dərəcəyədək isti olacağı gözlənilir. Gecə saatlarında isə temperatur 20 ilə 25 dərəcə arasında olacaq. Aran rayonlarına daxil olan Bərdə, Ağacabədi, Ağdaş, Yevlax, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Beyləqan, İmişli, Satlı, Sabirabad, Acıqabul, Şirvan və ətraf ərazilərdə gün ərzində isti hava şəraiti üstünlük təşkil edəcək. Bu bölgələrdə günorta saatlarında temperaturun yüksək olması səbəbindən açıq havada uzun müddət qalmaq istəyən vətəndaşlara diqqətli olmaq tövsiyə olunur. Xüsusilə günün ən isti saatlarında günəş altında uzun müddət qalmaqdan çəkinmək faydalıdır. Gəncə və Gəncəbasar bölgəsində də hava əsasən yağmursuz olacaq. Gəncə, Samux, Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax ərazilərində isti hava şəraitinin davam edəcəyi gözlənilir. Lakin bölgənin bəzi yüksək ərazilərində hava şəraitinin gün ərzində dəyişməsi mümkündür. Dağlıq və dağətəyi ərazilərdə qısa müddətli yağış ehtimalını nəzərə almaq lazımdır. Şəki və Zaqatala bölgəsinə gəldikdə isə hava şəraitinin əsasən isti və dəyişkən olacağı gözlənilir. Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ ərazilərində gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər. Dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək ehtimalı da nəzərə alınmalıdır. Quba və Qusar istiqamətində də hava əsasən yağmursuz keçəcək. Lakin şimal rayonlarında gecə və səhər saatlarında qısa müddətli yağış ehtimalı olduğundan sakinlərin hava şəraitindəki dəyişiklikləri nəzərə alması tövsiyə olunur. Xaçmaz, Şabran və Siyəzən ərazilərində də gün ərzində əsasən isti və yağmursuz hava gözlənilir. Küləyin ayrı-ayrı vaxtlarda güclənməsi mümkündür. Dağlıq rayonlarda isə vəziyyət bir qədər fərqli olacaq. Daşkəsən, Gədəbəy, Şahbuz, Kəlbəcər, Laçın, Quba və Qusarın yüksək dağlıq ərazilərində temperatur aran rayonları ilə müqayisədə daha aşağı olacaq. Dağlarda gecə temperaturu 12 ilə 17 dərəcə arasında, gündüz saatlarında isə 20 ilə 25 dərəcə arasında olacaq.